Salam əziz izləyicilər, bu günlərim 3-cü sinif məntiq Namazov testindən 22-ci və 23-cü səhifələrdə olan testlərin izahına baxacaq. Gəlin baxaq birinci sualın izahına. 21-dən 28 almaq üçün üzərinə 7 gəlirik. 28-dən 35 almaq üçün üzərinə 7 gəlirik. 17-dən 24 almaq üçün üzərinə 7 gəlirik və 24-dən də 31 almaq üçün üzərinə 7 gəlirik. Baxın, indi baxaq görək bu variantlardan hansı üzərinə 7 gəlmək qanuna uyğunluğudur. Baxaq B variantına. Baxın, 23-dən 30 almaq üçün üzərinə 7 gəlirik. 30-dan 37 almaq üçün də üzərinə 7 gəlirik. Aydın oldu. Keçək ikinci sualımızın izahına. 6-dan 9 almaq üçün nə edirik? Üzərinə 3 gəlirik. 9-dan 15 almaq üçün nə edirik? Üzərinə 6 gəlirik. Bəs yaxşı, 8-dən 11 almaq üçün nə edirik? Yenə üzərinə 3 gəlirik. 11-dən 17 almaq üçün isə üzərinə 6 gəlirik. Burada hansı qanuna uyğunluq baş verdi? Birinci üzərinə 3 gəlir, sonra isə 6 gəlir. Baxaq görək bu varianta uyğun olan. Məsəl üçün, 7-dən 10 almaq üçün birinci üzərinə 3 gəlirik, ondan da 16 almaq üçün sonra üzərinə 6 gəlirik. Demək, bizim doğru cavabımız A variantı. Gəlin keçək 3-cü sualımızın izahına baxaq. 74-dən 62 almaq üçün nə edirik? İlk öncə 12-ni çıxırıq. 62-dən 52 almaq üçün nə edirik? 10-u çıxırıq. Bəs yaxşı. 52-dən 44 almaq üçün 8-i çıxırıq. 44-dən 38 almaq üçün 6-nı çıxırıq. Burada hansı qanuna uyğunluq var? Cüt ədədləri azalan sırayla çıxırıq. İndi 6 çıxdı. Baxın, birinci 12 çıxdıq, sonra 6, sonra 8, sonra 6. İndi isə 4 çıxmalıyıq. İndi 38-dən də 4-ün çıxanda neçə edir? 34. Demək, A-mız 34-dür. Gəlin baxaq görək, B-miz neçədir? 69-dan 57 almaq üçün nə edirik? 12-ni çıxırıq. 57-dən 47 almaq üçün nə edirik? 10-u çıxırıq. 47-dən 39 almaq üçün nə edirik? 8-i çıxırıq. 39-dan da 33 almaq üçün nə edirik? 6-nı çıxırıq. İndi B-ni tapmaq üçün neçəni çıxmalıyıq? Baxın, ardıcıl 12, 10, 8, 6, indi isə 4. 33-dən də 4-ün çıxanda neçə edir? 29. Demək, A-mız 34, B-miz isə 29-dur. Bizdən nəyi soruşur? A və B-nin cəmini. 34 ilə də 29-un cəmi neçə edir? 63. İndi isə keçək 4-cü sualımızın izahına. 11-dən 13 almaq üçün 4-cü suala. 11-dən 12 almaq üçün üzərinə 1 gəlirik. 12-dən 15 almaq üçün üzərinə 3 gəlirik. 15-dən növbəti ədədi almalıyıq. Sizcə burada hansı ədədlər üzərinə gəlir bir-bir? Məncə tək ədədləri. Baxın, 1, 3. Baxaq görək digəri uyğun olur. Demək, 15-in üzərinə 5 gəlsək neçədir? 20. İndi 5-dən sonra gələn cüt ədədimiz hansıdır? 7. 20-nin üstünə 7 gələndə 27 eləyir. Bəli. Demək, onda burada hansı ardıcıllıq, hansı qanuna uyğunluq var? Demək, birincidə üzərinə tək ədədləri gələrək, yəni bu ardıcıllıq həll olunur. Tək ədədlərin qanuna uyğunluğudur. Bəs yaxşı, gəlin baxaq görək ikincidə necədir? Baxın, 20-dən 21 alır, üzərinə 1 gəlir. 21-dən 24 alır, üzərinə 3 gəlir. 24-dən də növbətini almaq üçün nə etməliyik? Yəqin ki, burada da tək ədədlərdir. Baxaq görək cavab onda doğru olurmu? 24-ün üzərinə 5 gələndə 29, 29-un da üzərinə neçə gəlməliyik? 5-dən sonra gələn tək ədədimiz hansıdır? 7. 7 gələndə 36 eləyir. Bəli. Demək, ikinci ardıcıllıqda da, ikinci ardıcıllığımızda da eyni qanuna uyğunluqdur. Tək ədədlərin üzərinə gələrək növbəti ədədi tapırıq. Demək, x-imiz neçə oldu? X-imiz 20-dir. Y-imiz neçə oldu? 29. Bizdən də nəyi soruşur? X ilə Y-in cəmini soruşur. Bu da eləyir 49. İndi isə gəlin keçək növbəti 5-ci sualımızın izahına. Baxın, 1-dən 2 almaq üçün görək necə eləyir. 1-i 3-ə vurub 1 çıxsaq 2 alırıqmı? Bəli, alırıq. Bəs yaxşı, 2-dən 6-nı. 2-ni 3-ə vurub 1 çıxsaq alırıqmı? Bəli, alırıq.
Gəlin bu qalsın. Görək 41-dən 122-ni almaq üçün həqiqətən də 3-ə vurub 1 çıxırmı? 41-i 3-ə vuranda neçə edir? 123. 1 də çıxanda 122. Aha. Demək, növbəti ədədi tapmaq üçün ondan əvvəlki ədədi 3-ə vurub 1 çıxırıq. İndi 5-dən A-nı tapmaq üçün 5-i nə eləməliyik? 3-ə vurub 1 çıxmalıyıq. 5-i 3-ə vuranda neçə edir? 45. 45-dən də birini çıxanda üzr istəyirəm. 5-i 3-ə vuranda 15, 15-dən də birini çıxanda 14. Demək bizim A-mız bizə verdi 14. Gəlin baxaq görək indi ikinci ardıcıllıqda nə edir? 3-dən 7 almaq üçün görək nə edir? 2-yə vurub üzərinə 1 gəlirik. 7-dən 15 almaq üçün nə edirik? 7-ni 2-yə vursaq 14, üzərinə 1 gəlsək 15. 15-dən növbəti ədədi tapmaq üçün nə etməliyik? 2-yə vurub üzərinə 1 gəlirik. 15-i 2-yə vuranda 30, 30-un üzərinə 1 gələndə eləyir 31. Demək, A-mız 14, B-miz 31-dir. Bizdən də nəyi soruşur? B-dən A-nı çıxırıq. B-miz neçə oldu? B-miz 31-dir. 31-dən neçəni çıxırıq? 14-dür. Cavab neçə eləyir? 17. Cavab C variantı. Gəlin baxaq 6-cı sualımızın izahına. Bir saniyə. 6-cı sualın izahına baxırıq. Uşaqlar, demək 2-dən 3 almaq üçün. Yox, burada uşaqlar, bilirsiniz hansıdır? Biz demişdik ki, bəzi ardıcıllıqlar qarşı-qarşıya belə bu formada olur. Bəzilərində isə bu formada. Baxın, belə. İndi 6-dan 2 almaq üçün nə edir? 6-nı 2-ni vurur 3-ə. Eləyir 6. Yaxşı, 3-dən 12 almaq üçün nə edir? 3-ü vurur 4-ə. 4-dən 20 almaq üçün 4-ü vurur 5-ə. 5-dən 30 almaq üçün 5-i vurur 6-ya. İndi burada neçəyə vurmalıdır? Baxın, 3-ə vurduq, 4-ə vurduq, 5-ə vurduq, 6-ya vurduq. Yuxarıdakını indi neçəyə vurmalıyıq? Yuxarıdakı rəqəmimizi 6-nı da 7-yə vurmalıyıq ki, növbəti ədədi tapaq. Bu da edir 42.
Gəlin baxaq 7-ci sualın izahına. 29-dan 33 almalıyıq. Üzərinə 29-un üzərinə nə gəlməliyik? 4. 23-dən 28 almalıyıq. 28 üzərinə 5 gəlirik. 15-dən 21 almaq üçün üzərinə 6 gəlirik. 17-dən 24 almaq üçün üzərinə 7 gəlməliyik. Və burada da biz aşağıdakı sual işarəsinin yerinə elə bir rəqəm yazmalıyıq ki, onun üzərinə neçə gəlməliyik? Baxın, 4 gəldi, 5 gəldi, 6, 7 və 8 olmalıdır. Demək, ardıcıl rəqəmləri üzərinə gəlirik. Gəlin baxaq görək, hansı variant yaza bilərik. Məsəl üçün, A variantına baxın. 14-ün üzərinə biz 8 gəlsək, yuxarıdakı rəqəmi alırıqmı? 22. Bəli. Demək, biz aşağıdakı kvadratın üzərinə 14, yuxarıdakını isə 22 yazmalıyıq. Gəlin keçək növbəti 8-ci sualın izahına. Baxın, burada 4 qanunyuyğunluq, 4 ardıcıllıq verir və bunlardan 3-ü eyni qanunyuyğunluq əsasında davam edir. Yalnız biri bu qanunyuyğunluğu pozur. Gəlin baxaq görək hansıdır. 27-dən 22 almaq üçün 5-i çıxırıq. 22-dən 17 almaq üçün yenə 5-i çıxırıq. 31-dən 26 almaq üçün 5 çıxırıq. 26-dan 20 almaq üçün 6 çıxırıq. 33-dən 28 almaq üçün 5 çıxırıq. 28-dən 23 almaq üçün 5 çıxırıq. 24-dən 19 almaq üçün 5 çıxırıq. 19-dan 14 almaq üçün 5 çıxırıq. Baxın, birinci, üçüncü və dördüncü də eynidir. Yəni, ancaq 5-5 çıxırıq. Amma ikinciyə baxın, ikincidə 26-dan 20 almaq üçün 6 çıxır. Demək, ikinci pozur bunu. Aydın oldu. Demək, doğru cavab burada 1, 3, 4. B variantı. Gəlin, indi isə keçək növbəti 9-cu sualın izahına. Baxın, 9-dan 11 alırıq. Üzərinə 2 gəlirik. 11-dən 16 alırıq. Üzərinə 5 gəlirik. 16-dan 24 alırıq. Üzərinə 8 gəlirik. 24-dən 35 almaq üçün üzərinə 11 gəlirik. Baxın, 12-dən də 14 almaq üçün üzərinə 2 gəlirik. 14-dən 19 almaq üçün üzərinə 5 gəlirik. 19-dan 27 almaq üçün üzərinə 8 gəlirik. 27-dən də 38 almaq üçün üzərinə 11 gəlirik. Demək, burada hansı qanunyuyğunluq oldu? Üzərinə 2, 5, 8, 11. Yəni, biz də bunlara uyğun variantı tapmalıyıq. Baxaq C variantına. 14-dən 16 almaq üçün üzərinə 2 gəlirikmi? Bəli. 16-dan 21 almaq üçün üzərinə 5 gəlirik. 21-in üzərinə 8 gələndə 29 edir. 29-un üzərinə 11 gələndə 40 edir. Bəli. Demək, onda C variantımız doğru cavabdır. Gəlin baxaq 10-cu sualımızın izahına. 10-cu sualda 2-dən 4 almaq üçün nə edirik? Üzərinə 2 gəlirik. 4-dən 8 almaq üçün 2-yə vururuq. 8-dən 10 almaq üçün üzərinə 2 gəlirik. 10-dan 20 almaq üçün 2-yə vururuq. Demək, burada hansı qanunyuyğunluq oldu? Üzərinə 2 gəlir, 2-yə vurur. Bəs yaxşı, ikinciyə baxaq. İkincidə 3-dən 5 almaq üçün nə edir? Yenə üzərinə 2 gəlir, 5-dən də 10 almaq üçün 2-yə vurur. Yəni, burada da üzərinə 2 gəlir və 2-yə vururuq. Bəs yaxşı, burada baxaq. Üçüncüyə 5-dən 7 almaq üçün üzərinə 2 gəlir. 7-dən 14 almaq üçün 2-yə vururuq. 14-dən 16 almaq üçün üzərinə 2 gəlirik. İndi 16-dan növbəti rəqəmi tapmaq üçün nə etməliyik? 2-yə vurmalıyıq. Yəni, ardıcıl olaraq üzərinə 2 gəlir, 2-yə vurur. Burada da üzərinə 2 gəldi, 2-yə vurdu. Üzərinə 2 gəldi, indi isə 2-yə vurmalıdır. Doğru cavabımız 16-nı da 2-yə vuran neçəyir? 32. B variantı bizim doğru cavabımızdır. Gəlin baxaq 11-ci sualın izahına. 19-dan 24 almaq üçün nə edirik? Üzərinə 5 gəlirik. 24-dən 34 almaq üçün nə edirik? Üzərinə 10 gəlirik. 34-dən də 49 almaq üçün üzərinə 15 gəlirik. Baxın, ikincidə də 22-dən 27 almaq üçün üzərinə 5 gəlirik. 27-dən 37 almaq üçün üzərinə 10 gəlirik. 37-dən 52 almaq üçün üzərinə 15 gəlirik. Yəni, 1-də də, 2-də də, 3-də də, 4-də də üzərinə 5 gəlir, sonra 10, sonra 15 gəlir. Gəlin, indi biz sual işarəsini tapaq. 26-dan 31 almaq üçün üzərinə 5 gəlir. 31-dən indi növbəti rəqəmi tapmaq üçün nə etməliyik? Üzərinə 5 gəldik, sonra hansını gəlməliyik? 10. 31-in üzərinə 10 gəldi, neçəyir? 41. Bəs yaxşı, indi 41-in üzərinə 15 gəlsək növbəti ədəd alırıq mı?
Bəli, alınır. Demək onda doğru cavabımız sual işarəsinin yerini soruşur. Biz sizdən sual işarəsini soruşur daha doğrusu. 41 bizim doğru cavabımızdır. Gəlin baxaq 12-ci sualın izahına. 2-dən 6 almaq üçün nə edir? 3-ə vururuq. 6-dan 4 almaq üçün nə edirik? 2-ni çıxırıq. 4-dən 12 almaq üçün nə edirik? 3-ə vururuq. 12-dən 10 almaq üçün 2-ni çıxırıq. Burada hansı proses baş verdi? 3-ə vurur, 2-ni çıxır. 7-dən 5 almaq üçün nə edir? 2-ni çıxır. 5-dən 15 almaq üçün 3-ə vurur. 15-dən 13 almaq üçün 2-ni çıxır. 13-dən 39 almaq üçün 3-ə vurur. Burada nə edir? Burada da birinci çıxır, sonra isə 3-ə vurur. Gəlin baxaq. Üçüncünün qanun uyğunluğa 8-dən 5 almaq üçün 3-ü çıxır. 5-dən 20 almaq üçün 4-ə vurur. 20-dən 17 almaq üçün 3-ü çıxır. 17-dən 68 almaq üçün 4-ə vurur. Yəni burada birinci 3-ü çıxırıq, ikinci isə 4-ə vururuq. Baxın, bizdə deyir ki, birinci və ikinci ardıcıllıq arasında müəyyən qanun uyğunluq var və buna oxşar olaraqla da 3 ilə 4-cü arasında olmalıdır. Baxın, biz demişik belə olanda 1 ilə 2 böyük 1 olur, 3 ilə 4 1. İndi 1 ilə 2-nin arasındakı əlaqə çarpazdır. Bizdə də ki, əlaqə çarpaz olmalıdır. Yəni vur 4 bizdə neçənci olur? 4-cü ardıcıllıqda birinci yerdə durur. Vur çıx 3-də ikinci yerdə. Yəni bunlar arasında əlaqə vur 4. Bununla arasında əlaqə çıx 3 olur. Baxaq görək hansı variant buna uyğundur. Məsəl üçün 3-dən 12 almaq üçün 4-ə vururuq, düzdürmü? 12-dən 9 almaq üçün 3-ü çıxırıq. 9-dan 36 almaq üçün 4-ə vururuq. 36-dan da 33 almaq üçün 3-ü çıxırıq. Demək, A variantımız düzgün cavabımızdır. Gəlin baxaq 13-cü sualımızın izahına. 3-dən 6 almaq üçün üzərinə 3 gəlirik. 6-dan 12 almaq üçün 2-yə vururuq. 12-dən 15 almaq üçün üzərinə 3 gəlirik. 15-dən 30 almaq üçün vururuq 2-yə. Burada hansı qanun uyğunluğu oldu? Üzərinə 3 gəlir, vurur 2-yə. Bəs yaxşı, gəlin ikinciyə baxaq. 5-dən 10 almaq üçün nə edirik? 2-yə vururuq. 10-dan 13 almaq üçün üzərinə 3 gəlirik. 13-dən 26 almaq üçün 2-yə vururuq. 26-dan da 29 almaq üçün üzərinə 3 gəlirik. Demək, burada vur 2 birinci yerdə olur, üzərinə 3 gəlmək də ikinci yer oldu. Baxın, çarpaz. İndi 1 ilə 2-nin arasındakı qanun uyğunluq eynidir. Bizdə 3 ilə 4 də 1 olmalıdır. Gəlin baxaq. 2-dən 6 almaq üçün nə edir? Üzərinə 4 gəlir. 6-dan 18 almaq üçün nə edir? 3-ə vurur. 18-dən 26 almaq üçün üzərinə 4 gəlir. 26-dan da 66 almaq üçün vurur 3-ə. Demək, burada birinci nə oldu? Burada birinci üzərinə 4 gəlirik. Sonra ikinci də vururuq 3-ə. İndi bunlar arasında əlaqə çarpaz olmalıdır. Gəlin baxaq. Üzərinə 4 gəldik. Birinci yerdədir. 4-cü ardıcıllıqda bu ikinci yerdə olmalıdır. Vur 3 ikinci yerdədir. 4-cü ardıcıllıqda birinci yerdədir. Yəni çarpaz buradadır. Baxaq görək buna uyğun variantımız hansıdır? Yəni baxın burada arasında hansı olmalıdır? Bu vur 3 və bu iki sual işarəsi arasında olan üzərinə gəl 4. Bir saniyə bunu nəzikləşdirək. Aha, gəlin baxaq B variantına. 5-dən 15 almaq üçün vururmu 3-ə? Aha, 15-dən də 19 almaq üçün 4 gəlir. 19-dan 57 almaq üçün 3-ə vurur. 57-dən də 61 almaq üçün 4 gəlir. İndi burada hansı oldu? Vur 3 üzərinə gəl 4. Baxın, bura uyğun gəldi. Demək, B variantımız doğru cavabımızdır. İndi isə keçək 14-cü sualın izahına. 32-dən 36 alır. Üzərinə 4 gəlir. 36-dan da 18 almaq üçün bölür 2-yə. 18-dən 22 almaq üçün 4 gəlir. 22-dən də 11 almaq üçün bölür 2-yə. Burada hansı qanun uyğunluq oldu? Birinci üzərinə 4 gəldi, sonra böldü 2-yə. 40-dan 20 almaq üçün nə edirik? Bölürük 2-yə. 20-dən 24 almaq üçün üzərinə 4 gəlirik. 24-dən 12 almaq üçün bölürük 2-yə. 12-dən də 16 almaq üçün üzərinə 4 gəlirik. Burada nə oldu? Birinci bölmə işarəsi, sonra toplama işarəsi. İndi burada da birinci ilə ikincinin arasındakı
Demək olar ki, eynidir. Biz isə indi hansına baxırıq? İşarəni dəyişək. Hə, indi gəlin 3-cü ilə 4-ə baxaq. 56-dan 60 almaq üçün üzərinə 4 gəlir. 60-dan 20 almaq üçün bölür 3-ə. 20-dən 24 almaq üçün üzərinə 4 gəlir. 24-dən də 28 almaq üçün bölür neçəyə? 3-ə. İndi burada birinci hansı oldu? Birinci, bir saniyə. Birinci üzərinə 4 gəlirik. İkinci olaraq da bölürük 3-ə. İndi dördüncünü tapmalıyıq. Necə oldu? Baxın, bununla bunun arasında çarpaz əlaqə, burada da çarpaz olmalıdır. Yəni, bölmə işarəsi gəlir qabağa, birinci yerə, toplama da gəlir burada ikinci yerə. Baxaq görək, buna uyğun cavabımız hansıdır? Baxaq, 57-dən 29 almaq üçün bölürükmü 3-ə? Aha. 29-dan da 33 almaq üçün üzərinə 4 gəlirik. Bəli. 33-dən 11 almaq üçün bölürükmü 3-ə? Bəli. 13-dən də 11 almaq üçün üzərinə 4 gəlir. Demək, bizim cavabımız elə A variantıdır. Aydın oldu. Gəlin, keçək 15-ci sualımızın izahına. Baxın, 15-ci sualda 2-dən 8 almaq üçün nə edirik? Vururuq 4-ə. 8-dən 4 almaq üçün bölürük 2-də. 4-dən 16 almaq üçün vururuq 4-ə. 16-dan da 8 almaq üçün bölürük 2-yə. Burada hansı proses baş verdi? Vur 4, böl 2. İndi gəlin, 12-dən 6 almaq üçün nə edir? Bölür 2-yə. 6-dan 24 almaq üçün vurur 4-ə. Yəni, burada isə birinci bölmə işarəsi öndə olur, vurma isə ikinci sırada. Burada da digərləri kimi 1 ilə 2-nin arasında olan qanun uyğunluq eyni, 3 ilə 4 arasında olanlar isə eynidir. Gəlin, baxaq üçüncüyə. Üçüncüdə demək, 8-dən 4 alır. Nə edir? 4-ü çıxırıq. 4-dən 16 almaq üçün vururuq 4-ə. 16-dan 12 almaq üçün 4-ü çıxırıq. 12-dən 48 almaq üçün 4-ə vururuq. Demək, burada birinci hansı oldu? Birinci, bir saniyə. Birinci burada çıx 4. İkincidə isə vur 4 oldu. İndi gəlin, biz də cavabı tapaq. Uşaqlar, bax, biz dedik ki, 1 ilə 2 eyni olduğu üçün bunlar arasında çarpaz oldu. İndi 3 ilə 4-də də çarpaz olmalıdır. Yəni, vur 4 birinci yerə gəlir, çıx 4-də ikinci yerə. Gəlin, baxaq görək, bu qanun uyğunluq hansı variantda ödəyir? C variantına baxın, uşaqlar. 3-dən 12 almaq üçün vururmu 4-ə? Bəli, vurur. 12-dən 8 almaq üçün 4 çıxırmı? Bəli. 8-dən 32 almaq üçün vururuqmu 4-ə? 32-dən 28 almaq üçün 4-ü çıxırıq. Aydın oldu, uşaqlar. Bu günlük bu qədər. Uşaqlar, onlayn və əyani dərslərimizə qoşulmaq istəyirsinizsə, yazdığım nömrəni qeyd edim. 070 310 74 56 070 310 74 56 nömrəsi ilə əlaqə saxlayaraq onlayn və əyani dərslərimiz haqqında ətraflı məlumat ala bilərsiniz. Bu günlük bu qədər. Bu günlərimdə 22-ci və 23-cü testlərin izahına, səhifədəki testlərin izahına baxdıq. Gələn dərs görüşənədək.